Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Martın 26-sı Gəncədə fərdi evlərdən birində yanğın baş verib. Sferas xəbər verir ki, hadisə Seyfi küçəsi ev 4A ünvanında qeydə alınıb. Yanğın zamanı 1959-cu il təvəllüdlü Zaur Tofiq oğlu Məmmədov tüstüdən zəhərlənərək ölüb. Məlumata görə həmin şəxs insult keçirdiyi üçün yeriməkdə çətinlik çəkirmiş. Goranboyda bıçaqlanma hadisəsi baş verib. Lent Azdan verilən xəbərə görə rayon sakini 34 yaşlı Əliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, zərərçəkənin tanışı olan 17 yaşlı Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır.